nə düşünürük? Qurban bayramı deyəndə, qurban kəsmək deyəndə nə düşünürük və niyə biz qurban kəsirik, fəlsəfəsi nədir? Sual ki, belə oldu. Ümumiyyətlə, qurban birinci növbədə kimlər qurban kəsməlidir? Onu deyim. Həcc ziyarətinə gedənlər, həcdə 10 Zilhəccə ayının 10-una qədər bütün o həcc əməllərini görəndən sonra nəticə olaraq təqsir deyilir və qurban kəsmə deyilir ki, bununla yəni o əməllərə son qoyulur. O da olur Zilhəccə ayının 10-u. Bu ümrə ziyarəti üçün yox, ildə ki bir dəfə, yəni Zilhəccə ayının 10-u qurban bayramı olur, o günə aiddir ki, təqsir olunur. İnsan, yəni təqsir nə deməkdir? Başının tükünü ilk dəfə gedənlər ümumi saçını qırxmalıdır, amma ikinci, üçüncü dəfə gedənlər elə tükünün bir miqdarını kəssə kifayət edir və sonda nəticə qurban kəsməklə. Qurban nə üçün lazımdır? Nə üçün qurban kəsilməlidir? Allaha onun nə qanı gedir, nə əti gedir. Yalnız biz qurbanı kəsməliyik Allah üçün. Allah rizası üçün qurban kəsib və ehtiyacı olanlar. İndi o növbəti mərhələdə onu deyəcəm. Kimlər üçün vacibdir? Deməli, həcc ziyarətinə gedənlər üçün qurban kəsmək vacibdir. Onlar ki, qurban kəsə bilmirlər və yaxud gediblər həccə, amma imkanı yoxdur, pulu yoxdur, qurban kəsə bilmir, o nə edə bilər? O bir gün oruç tutmaqla onun əvəzini çıxa bilər. Amma yerdə qalanlar, yəni bizlər üçün, biz ki, həccə gedə bilmədik, məsələn, bu il, gələn il, məsələn, gedə bilmədik hansısa bir il, bizlər üçün qurban kəsmək vacib deyil. Bizim üçün müstəhəbdir. Amma burada müəyyən haşiyə var. Allah Quran-ı Kərimdə qurban kəsmə haqqında müxtəlif ayələr buyurur. 3 surənin 6 ayəsi var. 3 surənin 5 ayəsində Allah Quran-ı Kərimdə, məsələn, Kevsər surəsində Pərverdigar aləm buyurur ki, Fəsəlli li rabbikə vanhər. Yəni, qurban, belə deyək də, Rəbbin üçün namaz qıl və qurban kəs. İndi burada mövzu, ayənin nüzulu var, yəni nazil olma vaxtı, şəraiti və məqamı, məkanı var. Amma bir təfsirin bir tərəfinə deyim ki, bu həm də qurban bayramı, qurbanı niyə kəsmək lazımdır və qurban bayramı münasibəti ilə qılınan namaz üçün də Allah işarə verir. Və həmçinin insanlar qurban kəsiləndə, yəni Zilhəccə ayının 10-u üçün biz əgər qurban kəssək, yəni həccdə olmayan insanlar üçün İsmail qurbanı deyirik də biz ona. Biz başqa niyyətdən qurban kəsə bilmərik. Ancaq və ancaq İsmail qurbanı niyyəti ilə kəsə bilər, amma müstəhəbdir. İndi burada haşiyələr var. Məsələn, mən bir yerdə də müsahibə verirdim, orada da o sözü mən xüsusən vurğuladım ki, əgər bir insan övladının boğazından kəsib, qurban kəsirsə, buradan söhbət gedir. Getmə, həcc ziyarətinə getdi, orada qurban dediyimiz gün vacibdir, amma orada da imkanı olmasa Allah yenə alternativ şərait buyurur ki, insan yəni tək maddiyyətdən irəli gəlmə, Allahın qoyuna, quzuya ehtiyacı olsa, digər yoxsa mütləq qurban kəsməlisən. Deməli, burada şərt məntiqdir da, şərt qurban kəsmək, qan axıtmaq, ət yemək, ət vermək deyil. Deməli, burada Allahın mənası, məntiqi, məqsədi bir başqadır. Bir övladının, geyiminin, palının, paltarının, həyat yoldaşının, evinin, ailəsinin hansısa ehtiyacını o əlindən alıb, ehtiyacını qurban kəsməyə verirsə, təbii ki, bu da məntiqən, əmələn düz gəlməz və düz deyil. İndi biz fəlsəfə baxımından niyə qurban kəsirik? Nəticə. Biraz satdım sözümü. Fəlsəfə baxımından niyə qurban kəsməliyik? Allaha yaxınlaşmaq üçün. İnsan, yenə deyirəm, orada bir şərti vurğuladım, bizi dinləyənlər bir başqa cür məna çıxartmasın ki, yəni sual haşiyə çıxmasın sözümdə, onun üçün əvvəldən o sözüdür. Amma hər bir halda öz malımızdan ki, biz Allah üçün və Allahın xüsusi günlərində Allah üçün qurban kəssək, Allah üçün bir şey xərcləyəndə yalnız biz Allahı xatırlatmaq üçündür ki, fəlsəfəsi də qısa bir sözlə desəm, Allah üçün Allahı xatırlatmaq üçündür, Allaha yaxın gəlmək üçündür. Bəs hacı, qurban kəsərkən nələrə diqqət edilməlidir? Əsasən də qurbanlıq necə seçilməlidir? Qurban seçimi diqqət olunması məqam budur ki, birinci növbədə onların yaş həddinə baxılmalıdır. Məsələn, biz qoyun qurbanı kəsəndə, qoyundan da qurban kəsə bilərik, keçidən də qurban kəsə